Melisa. Biri digərinin 5 qatı olan ədədi cəmi 96. Böyük ədəddən 25% kiçik olan ədəd. Biri digərinin, demək ki, biri x-dir, bilmirik nədir. Biri digərinin 5 qatı, yəni 5 dəfə böyükdür, üstə gələk. 5 qatı deyir ki, ona görə 5x. Ədədin cəmi 96-dır. Bərabərdir 96-ya. İndi tənliyi həll edirik. X-in üstə 5x edir 6x. Bərabərdir 96-ya. Sonra x bərabərdir. Məhsul vurğu tapması hasili məlum vurğa bölürük. 96 bölünsün 6. X bərabərdir. 9-un içində 6 bir dəfə. 9-dan 6 3. 3-ün yanından 6 enirdik 36. 36-ın içindən 6 dəfə. X-i tapdıq 16. İndi yerinə qoyuruq. X-imiz oldu 16 topla. 5 vur, yəni burada vurma əməli vardı. Ona görə biz bu ədədi tapmaq üçün 16 vururuq 5-ə. Yazırıq 16 vur 5 bərabərdə 96. İndi bu 16 vur 5-i tapaq ki, bu hansı ədəddir ki? 16 da vururuq 5-ə, bir dəfə 5-i 6 dəfə 5 0 3 yadda. Bir dəfə 5 5 5 3 8. Demək ki, birinci ədəd 16-dır, ikinci ədəd 80-dir, cəmi də 96-dır. Bir böyük ədəddən 25 vahid kiçik olan ədəd. Böyük ədədimiz oldu 80, 80-dən də çıxırıq 25. Yəni 25 vahid kiçikdir. Ona görə çıxırıq